Qismət salam. Salam, xoş gördük. Bu gün biz səninlə istəyirəm ki, danışaq son dövrlər sosial şəbəkələri, ondan sonra Telegramı, Instagramı məşğul eləyən çoxunun yeni kimi qələmə vermək istədiyi autofiction janrından. Amma başlamamışdan qabaq çoxunun bildiyi kiçik bir arayış verim. Bioqrafiya nədir, avtobioqrafiya nədir? Deməli, bioqrafiya bir başqasının, bir məşhur haqqında, bir insan haqqında yazdığı əsərə deyirlər. Avtobioqrafiya insanın özünün özü haqqında yazdığı əsərdir. Memuar insanın öz həyatının konkret bir dövrü haqqında yazdığı əsərdir. Autofiction isə indi biz bu gün danışacağımız haqqında başı bəlalı bir, yeni, bütün dünyanın haqqında danışdığı əsərlərin tapbatara sənin dediyinə görə nəşriyyat etiketi ilə satıldığı bir janrdır. Sualım belədir. Qismət, biraz tarixinə baş vuraq. Çünki baxıram mən rəylərə, həm yazıçı dostlarımız, həm oxucular, həm bu ədəbiyyat cəmiyyəsinin adamları ki, yeni sanki janr kimi, partladan bir janr kimi qələmə verir. Autofiction'ın biraz tarixinə nəzər salaq. Hardan başlayır, kimləri deyə bilərik? Yəni, yenə deyirəm, bu autofiction indi mən nəyə görə bunu indi təzə nəşriyyat etiketi hesab edirəm? Çünki mənə görə və bununla bağlı tədqiqatlar da çoxdur. Bu əslində əvvəllər avtobioqrafik roman dediyimiz şeyin biraz modifikasiya olunmuş yeni başqa versiyasıdır. Yəni roman sözü necə ki, hansı kitabın üstünə roman etiketi vuranda o onun bədiliyini, burada sən hər şeyi axıra qədər gerçək başa düşmə, zaten romandır deyirdik, amma əvvəldən avtobioqrafik deyəndə, yəni burada həm də real nələrsə var deyirdik. İndi roman sözünün yerinə fiction qoyanda həmin şeyə iddialı olursan. Təbii ki, burada indi son dövrlər hər dövrün özünün gətirdiyi müəyyən bir, belə deyək də, çalar fərqi, detal fərqi var. Ancaq bu bir adamın özünün birinci şəxsin dilindən öz həyatını yazmağı, əhvalatı nə 20-ci əsrin, nə bizim əsrimizin söz əhvalatı deyil. Bunun tarixçəsinə gedən tədqiqatçılar ki, bununla bağlı çox kitablar var, birazdan onları xatırlayarıq. Tutaq ki, Martina Wagner Engelhardt var və sair bu cür müəlliflər var ki, onlar 3 cildlik onun redaktorluğunda autofiction və avtobioqrafiya haqqında məşhur tədqiqat, hər hissəsini bir müəllifin yazdığı tədqiqat çıxıb ki, onun həm tarixinə müraciət edirlər, həm deməli onun lap eramızdan əvvəlki, antik dövrdən əvvəlki nümunələrini, izlərini tapmağa çalışırlar ki, yəni bu gün deyil. Məsələn, o sıraya tutaq ki, lap Platonun Sakratın müdafiəsi əsərinin öz müəlliminin həyatından yazdığı birinci şəxsin dilində o hadisəni necə görüb və necə ondan pəjmürdə olmağı olan bu məşhur apologiyası da, Sakratın apologiyası, Sakratın müdafiəsi əsərində salırlar. Russonun etiraflarını salırlar, Avqustinin etiraflarını salırlar. Biraz yaxın dövrə gəlsək, Mark Twainin avtobioqrafiyası deyilən ömrünün sonlarında bitirdiyi sonra çap olunan əsəri var. Nabokovun Speak Memory, danış yaddaş, adam özünün elə bir ki, Rusiyadan qaçdıqları dövrə qədər ki, keçmiş uşaqlıq dövrünü tamamilə bədii bir dillə ifadə elədiyi, gözəl yazılmış bir şey. Yəni, bunlar hamısı bu və digər dərəcədə həmin janrın çox saya bilərəm. Mən bunu çox uzatmaq istəmirəm də siyahını. Bu və digər dərəcə, hətta məsələn, Kafkanın atama məktublarını bura aid edənlər vardı. Yəni, hamısı real adamlardır və o real adamlarla real adamın adı da Kafka olan adamın öz adı ilə, öz atası da bəllidir, özü də kim olduğu bəllidir, birinci şəxsin dilindən ona müraciət edir. Yəni, məsələn, bayaq sən sadaladın, əvvəl demişsin, sadalama elədin də. Tutaq ki, gündəliklər, məktub janrında yazılan əsərlər ki, orada onların içərisində bəzilərində bir fiktiv personajın gündəlikləri, fiktiv personajın məktubları ola bilər. Amma bir xeyli dərəcədə də elə nümunələr də var ki, tutaq ki, bu elə gerçək arxasında personanın, ədəbiyyatçının durduğu məktublar, xatirələrdir ki, çap olunub, biz bunu oxumuşuq da, var belə nümunələr də, düzdürmü? Yəni, bunlar hamısı həmin o dediyimiz ədəbiyyatın ayrı-ayrı əsrlərdəki ayrı-ayrı təzahürləridir. İndi təzədən əlbəttə ki, bir dokumental, həyatın birbaşa olduğu, elmdə non-fictionda dokumental, belə deyək, sənədli əsərlərə dəbə minməsi, bu səbəbdən də ədəbiyyatda bu tipli adamların öz həyatının bütün çılpaqlığı ilə yazmasının təzədən aktuallaşması bu deməkdir ki, bu gün kəşf olunub. Bunun uzun tarixçəsi var. Bizim ədəbiyyatımızda da, məsələn, tutaq ki, lap əvvəllər, hələ yeri gəlmişkən bu autofictionun özü də 70-ci illərdə Serge Dubrovskinin adını deyirlər də ki, onun fransızlar belə müzakirələr həmişə bütün tarixi dövrlərdə xoşlayırlar ki, onun dövründə də
Bu o qədər aktuallaşmamağının səbəblərindən biri, mən o tarixçiyə çox getmək istəmirəm. Əslində o dövrdə daha dəbdə olan Alain Robbe-Grier'in yeni roman anlayışı idi deyə. Alain Robbe-Grier də yeni roman anlayışında bundan əvvəlki Balzac və Flaubert romanını tənqid edirdi. Üstəgəl anti-avtobioqrafik mövqedən çıxış edirdi deyə biraz o kölgədə qalmışdı. Sonradan indi bu davam edəndə adamlar özlərinin əcdadları kimi gedib ona qayıdırlar ki, o təzədən o Serge Dubrovski'dən biraz belə deyək də qidalansınlar. Yəni bu polemika Fransız ədəbiyyatında olub. Bundan əvvəl, hətta lap əvvəllərə də gedə bilərik də. Tutaq ki, Chateaubriand'ın əsərlərində, Sainte-Beuve, hətta Sainte-Beuve-nə Marcel Proust'un arasındakı məşhur dava da var da. Sainte-Beuve özünün ədəbi tənqidi hətta bu metodu gətirmişdi. Bioqrafik metod. Deyirdi ki, mən bir adamın həyatından nələrsə bilməsəm, onun əsərini tam mənası ilə başa düşüb araşdıra bilmərəm. Proust ona Contre Sainte-Beuve adlı məşhur kitab yazmışdı ki, sən xeyr ol, ümumiyyətlə mənim həyatımın içərisində eşələnməlisən, sən mənim mətnimə bax, mətnin gerçəkliyindən çıxış edə. Yəni mətndən kənardakı həqiqətlərin meyarları ilə mətnin içini ölçmə. Yəni bu hər zaman olmuş. Belə deyək, ikinci Azərbaycan ədəbiyyatında da məsələn vaxtilə buna bədii sənədli nəsr deyirdilər. Yəni nətər? Tutaq ki, bədii sənədli nəsr deyiləndə nəzərdə tutulan nə idi? Sənədli hissəsində müəyyən deməli dokumental, gerçəkdə olmuş tarixi nəyəsə iddia eləmək, bədii hissəsində bu fiction dediyimiz şey, nəsr hissəsində də ədəbiyyat olmasıdır. Yəni non-fiction yox, ədəbiyyat olması üçün də bədii sənədli nəsr deyilir. Yəni təkcə bədii sənədli desə dokumental proza olacaq. Yəni non-fiction. Bədii sənədli nəsr deyəndə ədəbiyyat sahəsinə aid edilir. Ad çəkək. Yəni bu Azərbaycan ədəbiyyatında bunun nümunələri var da. İsmail Şıxlının Cəbhə gündəlikləri, Umbil Banının 45-ci ildə yazdığı Qafqaz xatirələri. Qismət, onlar bəzəndir, duzlu istiyotdur deyir. Axı indiki bir yazanlarla eləyə bilmərik. Duzlu istiyotdur. Mən onu heç qəbul eləyə bilmərəm ki, Cəbhə gündəliyində. Amma sual verdin qulaq as da. Yox, sən onu sayırsan, amma mən yox, fərqi nədir ki? Yəni Cəbhə gündəliyində İsmail Şıxlı Sovet ordusu qabağa getdik. Bizi heç nə arxada bildim də, yəni dövrün hər dövr, indi də başqa dövr. Knauskordda o yoxdur. Klass. İndi də danışacağıq indi. İndi də indiki dövrün konjunkturasının kölgəsi düşür də. Düşür, bütün hər yerdə düşür. İndi də başqa konjunkturalar var da. Hər dövrün özünün əlbəttə ki, konjunkturasının kölgəsi düşüb. Elə antik dövrə də getsək, o dövrün konjunkturası. Cəbhə gündəliyi. Cəbhə gündəliyi, qodur, lap biraz yaxın tarixə gəlsən əgər, məsələn, çağdaş dövrdə rus dilli ədəbiyyatı Natiq Rəsulzadə Golfstream romanın adını qoyub kardioqram romandır. Yəni həyatda ürək döyüntüsünün kardioqram kimi necə sıçrayışları varsa, o sıçrayışlardan həyatını yazır. Əli Əmirli Ağdamda nəyim qaldı? Əjdər ol canlı roman deyir, Law. Düzdür? Yaxud deməli bizdə təxəllüslə də öz adı ilə yazmayan Bircənin üçləməsi trilogiyası var. Bir qadının həyatından bəhs elədiyi, Fəxri Uğurlu da onun redaktorudur. Yəni bunlar var da. Şərif Ağayev də yazır öz həyatından bəzən. Şərifin də bir xeyli hekayələri var ki, yəni oradakı bütün personajlar birbaşa onun real atasının adıdır, əmisinin adıdır və s. İndi yenə deyirəm, misallar çoxdur. Bu məsələ nədir? Təbii ki, burada bir çalar fərqi, müəllifin özünün manerasının gətirdiyi fərq, onun çıxdığı mühitdən gələn, yetişməsindən gələn bir fərq, hansı dövrdə yaşamağından və hansı ədəbiyyatdan qidalanmağından gələn fərqlər var. Təbii bu olmasa ədəbiyyatda hamı zaten eyni boyda, eyni rəngdə olar da. Bu olmalıdır. Amma yenə mənim demək istədiyim budur ki, bu dünən sırağa gün kəşf olunmuş bir şey deyil. İndi təzədən nəşriyyat etiketi ilə belə deyirlər və onun da indi populyar nümunələri var. Dünyada da çox satılır. Nə bilim bəhbəhlə də hamı yazır ki, oxudum, ürəyim getdi. 21-ci əsr hadisəsi. Hə də yəni 6 cilddə yəni nə bilim bir ədəbi Santa Barbara serialı kimi bir şeydir. 3600 səhifə bu adam öz həyatı haqqında yazıb. Qismət, indi bax deyirsən məzmun hamıda eynidir. Dövrün rəngi onu başqa cür eləyə bilər və yaxud konjunktur ona başqa tələb eləyə bilər. Amma Karlo və Knauskordun 3600 səhifəlik Mənim mübarizəm haqqında o qədər samballı ədəbi tənqidçilər, dünya nəşriyyatları, aparıcı qəzetlər, yəni sən onları etalon hesab eləyirsənsə, rəy əmələ gətir hesab eləyirsənsə, yəni təkcə mən səhər durdum, dişlərimi yudum, getdim anam mənim üstümə qışqırdı, kimlənsə cinsi əlaqədə oldum, maşınım xarab oldu yolda, Norveçin soyuğunda belə elədim. Ondan deyil. Orada ədəbiyyatın estetikası var. Orada qüvvətli mətn var. Bəs Marcel Proustla müqayisə eləməklərə nə deyirsən? Çox biabırçıdır. Marcel Proustla müqayisə eləmək, ümumiyyətlə Marcel Proustla onu müqayisə eləməkdə elə mən hiss edirdim ki, burada nəsə saxta bir nəşriyyat tətbiqatıdır. Hətta bəziləri Joyce-la müqayisə eləmişlər. Onun kitablarının ümumiyyətlə əvvəlinə bu populyar ədəbiyyatdakı kimi 700-800 adamın hamısının rəyi, o ümumiyyətlə o rəy deyil. O kitab tanıtımıdır. Rəy başqa şeydir. Rəy kitabdan sonra olandır. Kitabın əvvəlində tanıtım kimi əvvəldən demisən ki, mənim haqqımda 5 cümlə, 3 cümlə deyilən xoş məramlı bir şey deyilən onu kitaba sal. Yox, xaricdə kimisə elə üz görənliklə eləyə bilmirlər axı. Yox, niyə eləyə bilmirlər? O qədər eləyirlər ki, doldu. Xaricdə kimisə zəng eləyirsən ki, mən kitabım haqqında yaxşı şey yaz. Sən qrantı verir Norveç Norla fondu ki, bu kitab çıxmalıdır. Sən oradan da hamıya qonorar çatacaq. O da yazır ki, oxudum, ayrıla bilmədim.
Nə dəxli var ki? Bu o qədər rahatlıqla ola bilər ki, əvvəl yəqin ki, o inanc səndə olub ki, burada heç vaxt belə yalanlar adama fikir deməzlər. Deyirlər, dünyanın hər yerində adama yalan Adi sıravi yazıcı özü haqqında 3600 səhifə yazırsa, onu cəmaət yox, oxumayacaq, satamayacaqlar ona. Mən ona sıravi yazıcı demirəm. Onu satamayacaqlar. Niyə sata bilmirlər? Satırlar da. Sıravi yazıcı söhbəti deyil. Kim istəyir bəyənsin, oxusun. Pis də deyil, mən də oxudum. Başqa biri onun bir başqa versiyası Neapol kvarteti yazan Yelena Ferrante'dir də. O da Yelena Ferrante gerçək ad deyil, bir təxəllüs altında yazır. İtaliyada o da təbii uşaqlığım, rəfiqələrim və s. Onu da eyni bir populyarlıqla oxuyurlar. Mən onu da oxudum, onu da bəyənmədim. Yəni orada mənim ədəbi zövqümə uyğun olan yəni bu bilirsən nədir? Serialdır da, Netflixdə mini seriallar çıxmır. Bir həftə sonunda oturursan, altısına baxırsan, nə bilim kimisə həyatından, gündəlik həyatından falan şeylər. İnsan öz həyatını axı yüksək bədii estetika ilə yaza bilər. Yaza bilər insan həyatını. Əlbəttə yaza bilər. Mən yaza bilməz demirəm ki. Mən elə bir iddiadan çıxış eləmirəm. Mən deyirəm ki, bu o deyil. Üstəgəl də bu yazının mən istəyirəm manerası biraz haqqında danışaq da. Bu adamın öz həyatının bütün xırdalıqları, məsələn də tutaq ki, nə bilim, kola aldım, açdım kolanı, içdim. 1 dəqiqə 75 saniyə sonra köpdüm. Sonra qərara gəldim ki, belə bizən yaxın plandan zoom bu hansı maneradır? Naturalizmdir də qardaşlar. Yaxud getdim atamın evinə, atam xəstə idi, bir zibilxana bir evin içərisində yaşayırdı, hə? Əmim nə bilim sonra məndən küsdü buna görə. Detalları xırdalıqlarına kimi çatdırmaq. Başlayıram orada camaşır tozlarının hamısını, siyahlarını yazmışam. Bundan istifadə edim, ondan istifadə. O qədər nədir bu? Emil Zola, Ruqon Makkarlar silsiləsi. Bütün naturalistlər bu manerada yazırdılar və naturalistlərin iddiası nədən ibarət idi? Bunun tarixçəsinə gedək də istəyirsən. Gedək. 1848-49-cu illərdə Fransada bütün Avropanı bürüyən məşhur inqilablar məğlub oldu. Məğlub olandan sonra onlar oturdular, dedilər ki, qardaş, bizim romantizm dövründə yaratdığımız ədəbiyyatda müəyyən ideallar yaratmışdıq. Ancaq o ideallar insanlara müəyyən qədər sirayət eləsə də, bəs niyə sonda bizim bu ideallarımız gəlib gerçək həyatın, belə deyək, barrikadalarında məğlubiyyətə uğradı? Və belə bir qərara gəldilər ki, bir qism yazıçılar bu məğlubiyyətin səbəbi odur ki, biz bu idealları təbiətşünaslıq, dəqiq elmlərin prinsiplərinə uyğunlaşdırmadıq. Yəni bunun arxasında elmi bir dəqiqliyə gəlib çıxmadıq deyə, burada çox belə xəyallara uçduq, ora-bura parçalandıq deyə, bunlar son ucda gəlib bir nəticə vermədilər. Biz gəlməliyik elmi əsərlərin, təbiətşünaslıq elmlərinin dəqiqliyi kimi bir manera, yazı manerası tapmalıyıq. Bu özlərindən əvvəlki klassik realistlərdən də fərqlənir. Realizmdə biraz ümumiləşdirmələr falanlar, o başqadır. Realist manera biraz optimal məsafədən yazmaqdır həm də. Xırda məsələn Parisdəki bir dükanın ən xırda məsələn sadalamaq, dükanın içərisində nə var? Adı-badı məsələn 5 səhifə bunu sadalamaq. Burada nədir? Deyir ki, təbiət hər şeyə necə ki biganədir. Təbiətin şuuru yoxdur da. Sən də həmin o biganə məsafədən yaz. Bəzəksiz, düzəksiz yaz. Elə təbiətə oxşa. Minimum dərəcə başda sadalamağa, həyatın üzdə olan inventarını çıxart. Çünki gerçək olan, həyatda gerçək olan, ancaq ayağımızı vurub toxunduğumuz zəmin yoxdur. İngilislərin grounded dedikləri. Nə hansısa o zəmin nə varsa ondan başqa heç bir şey yoxdur. Fövqəl, metafizik, xəyali, romantizmin dediyi heç nə yoxdur. Ona görə sən ona can atan bənzətmələrdən və s. Bu nəyin manerasıdır? Naturalizmin manerasıdır. 19-cu əsr manerasıdır. Bu təzə manera deyil ki. Yəni hətta bunu belə yozurdular ki, o dövrdə məsələn Şamflöri var idi. Kitabının adı nə idi? Ailə əhvalatları. Ailə əhvalatlarını yazmaq təzə bir hadisə deyil ki. Və nə deyirdi? Deyirdi ki, necə ki Yunan mifologiyasında Antey adında bir dənə qəhrəman var da, bilirsən, torpağın oğludur. Ayağını torpağa qoyanda ana torpağa heç kim ona qalib gəlmir. Elə ki Herakl gəlir onu torpaqdan qaldırır, yuxarıda saxlayır. Torpaqdan aralan kimi məğlub olur. Deyir ki, biz də həmin o ayağımızı yaşadığımız zəminin üzərinə qoymayıq. Ondan aralanan kimi olan bütün ideyalar məğlub olacaq. Bu söhbət olub. Hətta bir başqasını da sənə deyim. 70-80-ci illərin Amerikasında dirty realizm deyilən, çirkli realizm, kirli realizm deyilən bir ədəbi istiqamət oldu. Onun da nümayəndələri, məsələn, nə bilim, Raymond Carver, Donald Barthelme, bunlar nə deyirdilər? Həyatın heç bir metafizik mənası yoxdur. Sadə, gündəlik, əvvəllər aşağı səviyyəli görünən mövzuları bəzəksiz, düzəksiz, metaforaları təmizlənmiş, ən minimal olduğu kimi təqdim etmək lazımdır. Yəni gerçəkliyin içi 200 il bundan qabaq bu sözlər deyilib hətta. 200 il bundan qabaq da deyilib, 50 il bundan qabaq da deyilib. Burada təzə bir şey yoxdur. Sadəcə, yenə deyirəm, modifikasiya olunur. Hansısa bir belə deyək də istiqamət, bir belə deyək, hansısa bir
Dövrün tələbinə, konjunkturaya uyğun. Yox, buna tam konjunktura da demək olmaz. Bu kitab sənayesinin zaman-zaman 10 illiklərlə və s. təqdim edib çıxartıb. Onlara bir etiket lazımdır da. Bu əslində normaldır. Yəni satmaq üçün buna bir etiket lazımdır. Bilir ki, məsələn, tutaq ki, bir Skandinav ədəbiyyatı axını var. Bu ədəbiyyatı mən hansı etiketlə təqdim edeyim? O etiketlər lazım. O etiketin birinin adını bir istiqamət etiket nə qədər rol oynayır? Etiket daşıya bilməz, əsəri dünya çapına çıxara bilməz. Bu kürdə neçə nəfər qərar verir, neçə nəfər oturur orada? Yəni bu kürdə dəyişir jüri. Dəyişkən jüridir. Yəni onlara həmin nəşriyyat etiketi təsir edə bilər əsərin keyfiyyətini, mətni qiymətləndirməyə. Elə təsir edə bilər ki, bu kürün sonuncu ümumiyyətlə sən ümumiyyətlə ədəbiyyatın əsiliyini, gerçəkliyini şübhə altına alan sözlər deyirsən. Almıram mən. Mən əksinə deyirəm ki, indiki dövrdə oxucular üçün bu normaldır. Oxucuya nə təqdim olunursa, oxucu çox haqqı var ki, qardaş, bu təqdim mən bunu oxumaq istəyirəm. Sən oxucuya deyə bilməzsən ki, niyə Agatha Christie-ni bəyənirsən, Yelena Ferrantini bəyənirsən, mənim dediyimi bəyənmirsən. Burada problem yoxdur. Söhbət biz indi ədəbiyyatçılarla mükaliməsindən danışırıq. Və burada odur. Sən dediyin o Nobel mükafatında da, Booker mükafatında da bu günün konjunkturası yoxdur. Necə ki, Sovet dövründə Sovetlərin bir hər şey sosialist, kommunist ideologiyaya xidmət edən konjunkturada olmalı idi. İndi də hər yerdə soruş, bizim rejissorumuz mətləbdən də soruş dostumuzdan, elə özün əsərlərin 10-dan 9-una bax, orada mütləq bir LGTB+ xəttini daha çox qabardırlar. Tərcümədə sənə qabartmırlar ki, sən bunu tərcümə etsən daha çox qərar verəcəyik də. Yəni nədir? Bu da təzə növ bir belə deyək də dırnaq içində sosializmdir də. Dövrün konjunkturası da bu, konjunktura deyil. Amma pis şey deyil. Yox, mənim üçün bunun pisliyi yaxşıdır, amma konjunkturadır da bu, bilirsən. Mən o tip ədəbiyyatı oxuya bilmirəm. Məsələn, mən bezirəm artıq. Netflix açırsan, hər yerdə görürsən ki, zoraki bir sujetin içərisinə bu xətt salınıb ki, nədir? Məsələn, bu şeydən sosial sifariş, oxucu sifarişi deyilən bir şey də var axı. Onda pul qazanmalıdır kapitalizm cəmiyyətində. Yox, ay sağ olun. İndi mənim dediyimə gəldində, mən də onu deyirəm ki, bu yəni industrial münasibətlərdə başa düşürəm ki, normaldır, belədir, belə olur. Satan və bunu alan üçün normaldır. Amma 21-ci əsrin Prustu deməyin. Prust biraz başqa ədəbiyyatdır. Zamana yanaşmaya görə, zamanın təsvirə görə. Bax, elə etiketlər lazımdır da. Mətndən kənar ondan daha yuxarı bir ədəbiyyatın etiketi lazımdır ki, onu ədəbi dəyər mindirsin. Məsələn, deyirlər ki, Fosse Becketlə müqayisə edirlər də. Səsləşməyinə görə. Deməli, hardasa Beckett onun təyinidir. Beckett ondan yuxarıdır. Buna deyirlər Prust. Nə bilim, aynı yernoya deyirlər ki, bu da Virginia. Sən bir adamı onun təyini kimi deyirsənsə, birbaşa deməli dolayı yoldan bilirsən ki, onun təyini kimi götürdüyün adam ondan daha yuxarıdır. Onun nəşriyyat deyir də, amma bu normaldır, bu pis şey kimi demirəm. Bu hər yerdə var. Biz onsuz da nəyisə müqayisə edə bilməliyik də. Amma onu onunla müqayisə etmək o demək deyil ki, Prustdur. Mətnə nə dəyər verir bəs? Məsələn, ədəbiyyatın estetik belə deyək də meyarları var. O estetik meyarlar nə bilim dildən olur, kompozisiyadan olur və s. olur da. İndi saydıq məsələn naturalistlər bir başqa cür baxırdılar. Yəni bu mənim demək istədiyim odur ki, burada təzə bir şey yoxdur. Bu dövrün dəbidir və hər dövrün dəbi də normaldır, ola bilər. Burada yəni bu tip bir şey nə qədər istəsən mən sənin üçün kompozisiya qurum burada istəyirəm 2 dəqiqənin içərisində. Nə var onu qurmağa? Ya da yəni elə bir ki məsələn tutaq ki, nə bilim belə götür bir dənə nə bilim belə yeməyə çox belə meyilli olan bir adam götür, hə, bir şey yarat. Ki bu həddindən artıq yeməyə şey var, acgözlüyü var. Yemək təamlarla belə münasibəti əladır. Yaxşı damaq zövqü var, hə? Belə bir adam götürürük. Sənin o Knausgårdun nətər başlayır da, bir naturalist əslində. Ürək döyünür. Manera ilə başlayır da, yaxından deyir ki, ürək döyünür, ürəyin işi ancaq nə deməkdir? Ancaq fizioloji, bioloji olaraq düşünürsən, yenə də naturalist bir şey. Fizioloji, bioloji olaraq döyünməkdir, döyünəndən sonra da bitir. Ona heç bir metafizik məna qazandırmır da ki, burada nə? Bu ölüb çıxıb gedəndən də sonra bunun belə deyək, bioloji ömrü bitir və biz də nə bilim ölülərimizi aparıb bu nöqtəyə aşağıdan ona görə gizlədirik ki, və s. düzdür. Belə bir şeylə başlayaq da, məsələn, tutaq ki, belə bir roman yaradaq ki, romanın adını qoyaq, nə bilim, aşkarlıq qoyaq tutaq ki, bizdə də aşkarlıq həm dövrü olub, həm də transparan həyatımı aşkar deyəcəm mənasında olsun, həm də bir tarixi kontekstdə çıxmağa imkanım olsun. Orada sonra da nə bilim, Xruşçov, Stalin zat söhbətlərinə girərəm, o Minecraft-a girdiyi kimi axırda. Hətta məsələn də çoxlu yemək təsvirləri yazırsan yaxından, yeməyin reseptlərini doldurursan onun içərisinə, yaxından ki soğanı belə uzun-uzun doğramağından yazırsan, onun üstünə ədviyyatı əlavə eləməyindən yazırsan falan edirsən. Çoxlu yemək səhnələri və bu yemək səhnələrinin müqayisəsində gətirib ona sonra da bağlayırsan ki, deməli fransız ədəbiyyatında François Rabelais-nin Gargantua Pantagruel əsəri var. Çox yəni yemək səhnəsi ilə ədəbiyyatda buna şey deyirlər də, Pantagruelizm deyirlər də, çox belə yeyən şişman göbəkli adamlar və s. Mən deyirəm bu Rabelais xəttinin 21-ci əsrdəki. Bu da buyurun sizə. Yəni bu konstruksiyanı qurmaq o qədər çətin deyil. Bu üzdə olan hissəsidir.
Amma bədii mətn insana zövq verməsi üçün onun daha dərin, daha bir şeyləri var da. Yəni adam oturub belə 2009-cu ildən 2010-cu ilə qədər oturdum 6 şeydir, nə bilim 3 ilin içərisində bütün həyatımı yazdım. Mən də buna heyran olmalıyam. Kim istəyirsə heyran ola bilər. İcazə verin mən olmayım. Avtofiksiya postmodernizmin təbliğ etdiyi, onun ana xəttində, qayəsində dayanan bütün ədəbi keyfiyyətlərə qarşı çıxır. Postmodernizm nəyi təbliğ edir? Yəni postmodernizm bitdiyi yerdən mi başlayır avtofiksiya? Onları qarşılaşdıraq və yaxud yəni elə fikirləşənlər var. Avtofiksiya tipində yazılan əsərlərin postmodernin çətiri altında qiymətləndirənlər də var. Amma sənin dediyin kimi də, yəni bunu postmodernin böhranına bir reaksiya kimi qiymətləndirənlər də var ki, yəni postmodern oyunlar artıq dünyada belə öz hər şeyə rişxənd eləmək öz belə mənasını itirib və artıq deməli insanlar daha gerçək həyat materialları oxumağa meylənmək istəyirlər. Belə yazanlar da var. Bunun indi avtofiksiya bir qolda metamodernist bir əslində belə deyim, metamodernistlər də hardasa bu mövqedən çıxış edirlər ki, postmodern bitdi, yekunlaşdı. Biz indi metamoderni müzakirə etməliyik. Yəni bənzər situasiyalarda. Burada yəqin bir kitabı xatırlamalıyam mən. 2009-da David Shields adında bir Amerikalı ədəbiyyatşünas tənqidçi onun deməli gerçəklik acılığı, Reality Hunger kitabı çıxdı. O kitabın elə əvvəlindəcə o iddia eləyir ki, yəni artıq bütün kino rejissorlar, bütün roman yazanlar tarix, amma bu cümləni də deyirəm, tarixin əvvəlki dövrlərində olduğu kimi reallığın xammal şəklində olduğu kimi bədii əsərə yaxud filmə necə gətirməyin yollarını axtarmağa başlayırlar. Və burada mənim əvvəldə çəkdiyim kimi nümunələrdən də çəkir kimisə gündəlikləri, kimisə xatirələri və deyir ki, mənim də bu kitabda özümün istifadə edəcəyim metod olacaq nə? Ədəbi kollaj və montaj. Yəni orqanik həyatın orqanik hissələrini olduğu kimi götürüb parçalar şəklində bəzəmədən, düzəmədən olduğu kimi təqdim eləmək. O faktları, bunu ədəbiyyatşünaslıq kitabında eləyir. Amma deyir romanlarda da və s. eləyənlər var və görürsən 2009-dan artıq bu təxminən David Shields'in Amerikada bu söhbətlər başlayır. Qismət Azərbaycan ədəbiyyatından danışmasaq, mümkün deyil. Bu veriliş yarımçıq sayılır. Bax, indi son 2 ildə ən azı 3 avtofiction oxumuşam Azərbaycan ədəbiyyatından. İndi adlarını çəkməsəm də bilinir. Yəni bəlkə bu uğura aparan qısa yoldur, tanınmağa, kitabların satılır, insanların oxumaq istədiyi materialları onlara verirsən. Axı yenə deyirəm ki, həm də pul qazanmalıdır da yazıcı. İndi sən nə fikirləşirsən? Vərəqləmisən son dövrə. Məsəl üçün mən adını çəksəm, əylisdən əylisə, bir də sizsiz deyərəm də, biraz daha sammal. Əylisdən əylisə o məqalələr toplusudur. Yəni o biraz non-fiction kateqoriyasına girir də. İndi sizsiz hardasa biraz belə yəni birinci şəxsin dilindən öz ailəsi, atası, anası haqqında yazmaq, onu bəlkə də hardasa müəyyən qədər onun bir alt qolu kimi saymaq olardı. Amma əylisdən əylisə məqalələrdir də, ayrı-ayrı səyahət şeyləri ilə Əziz Nesininin ölümünə ağı və s. Yəni bu son dövrlərdə yazdırdı. Bu son dövrlərdə yazılanlardan məsələn birinin əvvəldə adını xatırladıq, nə bilim Bircə yazır, son vaxtlar Vüqarvanın romanı yazılıb, başqa ayrı-ayrı. Rasim Qaraca yazdı 90-cı illərə. Hə, o da Zülmətdə Alatoran. Zülmətdə bir Alatoran. Hə, və s. Yəni bu yazılır və bilmirəm, mən indi statistikalardan xəbərim yoxdur. Əgər satılırsa, uğura aparırsa, yazıçılar üçün nə gözəl, nə əla. Yəni bu yazıçının deməli qarşısına qoyduğu məqsədə çatmaqdır. Burada pis bir şey yoxdur. Amma yenə deyirəm də bu şey mənim üçün maraqlı olan hissəsi mənim adam kimsə bunu yazmasın, yaxud belə yazsın. Bununla bağlı bir ehkam vermək haqqında söhbətdən getmirdə. Mənim söhbətimin məğzi və demək istədiyimin Mustafası bundan ibarətdir ki, bu gün, dünən, 2 gün bundan qabaq, 3 gün bundan qabaq kəşf olunmuş bir şey deyil. Bu ədəbiyyatda həmişə var. Minlərlə, hətta mən sənə deyim ki, bəlkə unutdum onu deməyim. Minlərlə birinci şəxsin dilindən lirik mən dediyimizdə, hətta şairlərin öz həyatını yazmağını belə bu araşdırmaların tərkibində şair də birinci şəxsin dilindən şair öz həyatını yazır. Buna aid edənlər var. Tutaq ki, Safonun şeirlərini yoxdur, antik dövrün şairəsi ki, qısa, bəzəksiz, düzəksiz öz həyatının bütün məsələlərini. Yəni əsas burada nəyi deyirlər? Yəni sən öz həyatının real üzlərini endir, şlaqbaumlarını götür, öz həyatının paparaziliyini elə, ifşa elə öz həyatından nələrsə və bunu birinci şəxsdə elə. Bu əsərlərdə olsun deməli, kitabın üstündəki müəllifin adı ilə, kitabın içindəki təhkiyəçi və personaj eyni adam olsun.
Təxminən də son dövrdə bunu deyirlər də ki, bu üçü bir yerdə olsun. Mütləq ədəbiyyat da olmalıdır orada. Mütləq ədəbiyyat da olmalıdır. Yox, mən belə deyək də, narrativ tərəfini deyirəm ki, hə, bu təkcə belə olsun və bu üç sanki belə şeyi birləşdirib və qəbul edirlər ki, burada sən öz həyatından ifşaatlar eləsən. Bu mənə elə gəlir ki, biraz da dövrün gətirdiyi, buna tələbat, dövrün gətirdiyi məsələlərlə bağlıdır. İndi bizim həyatımız sosial medianın anklavıdır. Orada hər şey asıb tökülür. Hətta sosial medianın anklavındasan da sən elə bil ki, hamı hər gün hansısa postları ilə, paylaşımları ilə, Instagramdakı xüsusi həyatından anlarla öz həyatının intim olan hissəsini ictimailəşdirir. Avtofiksiyanın da iddiası budur da, intim məhrəm olan ərazidən mən ictimai kollektiv olan əraziyə nəyə çıxarda bilərəm? Odur da təxminən. Yəni bu biraz da dövrün sənə diktə elədiyi, gətirdiyi məsələdir və indi yazıçı da mənə gəlir burada düşünməlidir ki, bu öz həyatının bu qədər ifşaatının və yaxud hansı hissəsinin ifşaatı nə qədər ədəbiyyatdır və nə qədər lazımdır. Bunu mənə elə gəlir ki, yazıçı özünə sualı verməlidir. Qismət təşəkkür edirəm sənə. Mənə elə gəlir ki, bu son dövrlərin polemikaları, uzun-uzadı müzakirələri, Avtofiction yenidir yoxsa köhnədir, Avtofiction qüvvətli ədəbiyyatdır yoxsa yox, Knausgård əslində Marcel Proust'dur, Joyce'dur yoxsa yox. Bir tərəfdən bir daha olaraq bir cavabı zərurət var idi, ehtiyac var idi. Amma mən son sözümü müzakirə deyək. Hə. İndi sənin bilmirəm indi maraqlı olacaq olmayacaq. Verilişə gəlməmişdən qabaq aydınlaşdırdım, bir baxırdım. The Guardian'ın bir də Wall Street jurnalının ədəbi redaksiya heyətinin bir cümləsi ilə mən öz tərəfdən bitirəcəm, sən də son sözü deyərsən. Yaxın 30 ildə 2050-ci ilə kimi bu Avtofiction ədəbi dəbi müəyyənləşdirəcək və oxucular tərəfindən sosial sifariş olaraq qalacaq. Və növbəti illərdə də artıq ikisi alıb ən deməli mən onların adından deyirəm, prestijli ədəbi mükafatlar məhz bu janra verilə bilər. Mən fikirləşirəm ki, yəni müəyyən qədər Anya Ernonun bu mükafatı almağı ilə, ondan əvvəl də var idi. Bunu almaqla artıq təzədən tutaq ki, Fossiyanın almağı ilə təzədən Skandinaviyaya getməyə çətin məsələdir. Mənə elə gəlir ki, bunun belə deyək ki, mükafatını hədiyyəsini verib bu şeyi bağladılar. Amma mən finalda onu demək istəyirəm ki, yəni bu dediklərimiz, danışdıqlarımız ən azından öz adımdan da bir maksima, bir ehkam deyil. Çünki biz nəyi deyirik deyək, əvvəl-axır hamı öz bədənində yuxudan durur. Ona görə də özləri bilənlə davam eləsinlər.